Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Deməli, növbəti işimizdir, bağ işidir. Deməli, landşaft dizaynıdır, ağacların əkilməsidir, damlama sulama sistemlərinin çəkilməsidir, çiləmə sisteminin qurulmasıdır, sonra torpağın gətirilməsi, torfun verilməsi, dərmanın budama işləridir. Bunların hamısı bizim şirkət tərəfindən görülür və keyfiyyətli şəkildə hər şeyə diqqət yetirilir. Şəxsən özüm gəlib nəzarət edirəm hamısına. Bu kollar hamısı bardur kol deyilir də indi el arasında. Bunların hamısı daranır. Bax, burada indi darama işləri getdi. Bax, daranır. Sonra isə biz əlavə olaraq indi müştərinin istəyinə uyğun olaraq burada bunun torpağın altında daşlar düzüləcək. Yəni müştərinin istəyinə uyğun olaraq istəyir ağdaş, istəyir belə çay daşları düzülür. O çay daşlarının da özəlliyi nədən ibarətdir? Həm dibin sərin saxlayır, nəm saxlayır, həm də artıq alaq oklarının bitməsinə imkan vermir. İstifadə etdiyimiz material da bu xüsusi materialdır, parçadır. Bu parçadan istifadə edirik. Bu parçanın elə ki suyu buraxır, ancaq artıq alaq oklarının bitməsinə imkan vermir. Deməli, suvarma sistemimizdə timer sistemi sadə timerdir. Yəni əlavə işıq filan çəkilmir. Bateriyası ilə dəyişirsən, 2 ildən bir 5-6 manatlıq bateriyakalardır. İndi kim hansı qiymətdə istəyir, o bateriyadan alır, dəyişir. Beləliklə, əgər siz də öz bağınızda belə bir işin, belə bir dizaynla, yenə deyirəm, dərmanlama, qazon, indi burada karlik yonca deyirlər, karlik yonca əkiləcək. Yəni, müştəri məsləhət istədi, biz də məsləhət gördük ki, qazondansa karlikli yonca səpilsin bura. Yəni, o da böyümür. Yəni, bir qarış hündürlüyündə qalxır, sonra bitirsən onu, o elə ki çəmən kimi görsənir, çəmənlik görsənir. Yaşıl, həm də sarı, bənövşəyi, qırmızı rəngdə çiçəkləri olur üzərində. Şimdi o barədə də bizi izləməkdə davam edin. O barədə də növbəti video süjetimizdə sizə bildirəcəyik. Hələlik bu qədər.